İyunun 5-nə keçən gecə Azov dənizinin Taganrog körfəzində göyərtəsində 25 nəfər Azərbaycan vətəndaşı olan 2 yük gəmisi hücuma məruz qalıb. Rusiya rəsmilərinin məlumatına görə, Beliz bayrağı altında üzən Natra və Palau bayrağı altında üzən Tsirkon gəmiləri Türkiyədən Rostova hərəkət edərkən pilotsuz uçuş aparatları tərəfindən hədəfə alınıb. Hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub, yaralananlar var. İbadzadə Samir Yaşaroğlu. Valideynlərim narahat olmasınlar, hər şey yaxşıdır. Xəsarət alanlar Krasnodar diyarının Yeysk şəhərindəki xəstəxanalara çatdırılıb. Rusiya Xarici İşlər Nazirliyi həlak olanların ailələrinə başsağlığı verib, yaralılara isə şəfa arzulayıb. Bildirilib ki, zərər çəkənlərə yaxınlıqdan keçən gəmi və sərhəd xidməti əməkdaşları tərəfindən ilkin yardım göstərilib. Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər qüvvələrinin komandanı Robert Brovdi isə Mariupol və Berdyansk limanlarında, həmçinin digər ərazilərin sahil sularında yerləşən gəmilərə zərbələr endirildiyini təsdiqləyib. Hazırda hadisənin təfərrüatı araşdırılır. Xavər Əliyeva, Pərviz Mustafayev, ASTV Xəbər.